deyək ki, onları məşqçi, aktyor, bu yaxınlarda bacıların da kliplərində çəkildi aktyor kimi, həm də fitness model Talih Qəhrəmanov. Hələ gəlməsin, dayansın. Sonra yenə də fitness model, Təbrizə salamlar çatdırıq yeri gəlmişkən, Səid qardaş və 2 qat dünya çempionu Məzahir Əliyev. Üçü də gəlsin, xoş gəliblər, səfa gətiriblər. Səid, xoş gəlmişsən. Əyləşmi, kim dedi sizə əyləşin? Bunlardan hansı canavara oxşuyur? Ha? Ortadakı gözü sifəti belə, yoxsa baxışları canavar baxışı da? Hansı yaşıl koftalı? Bu balaca canavara oxşuyur? Ha? Səhv salma. Yoxsa ortadakı? Yoxsa kənardakı canavar o biraz o? Elə bir ki, indiyənə qədər müftə yiyib o. Elə bir ki, mən qazanmışam o yiyib. Mən qazanmışam o yiyib. Qardaş, bura yığıb mənim. Deməli, efirdən kənar mənə gəlib çəkir. Deməli, mən zala gedirəm, zalda mənim müəllimimdir. Məşqçidir. Deməli, kefinə düşəndə gəlir kömək edir. Zar, belə, çıxdı, getdi. Yəni pul vermək lazımdır da, bir 200-300 manat vermək lazımdır ki, sənin üstündə dayansın. Yemək vaxtı olur. Hə, mən gəlmişəm, mənim yemək, mən əgər tələbənəmsə, kömək eləməlisən. Bəs mən acından ölüm. O məsələ deyil. Mən elə gəlir 200-300 cibinə qoysan, qəşəng yemək səd yadından çıxacaq, kömək eləyəcək. Amma doğrudan da üstümüzdə Allah var, yəni çox can yandırdı, kömək elədi, biraz da məni şişirtdi. Amma kaçtım biraz da şişsə alınmayacaq, qeylə bilməyəcək. Çox sağ ol, Talih. Qardaşımız deyir ki, Zaur iftar vaxtında o vaxtlar bir yerdə oturmuşuq, iftar açmışıq, amma xatırlaya bilmədim, deyir, belə, çoxdan tanışıq, amma əsas tanışlıq deyil, qardaş, biz sizi tanışlığa görə çağırmamışıq, əsas 2 qat dünya çempionusan və bu cürə medalların var. Bunu da elə-belə qazanmamısan. Buna görə biz sizi dəvət etmişik. Xoş gəlmişsiniz. Keyfiniz necədir? Keyfiniz necədir? Var mikrofon onun? Hər şey yaxşıdır. Səid də dostumuzdur. O da deməli məşqçi, həm də fitness